və 6 B. Üçüncüsü, ditasfiya temaların triyeri məsələsini kim bilərsiniz? A bəndi Mohorovit, B bəndi Wegener, C bəndi Xristofor Kolomb, D bəndi Aristotel. Dördüncü sual, hansı turşular bir əsaslıdır? D bəndi siyanid və sulfit turşusu. Beşinci sual, maraqlı sualdır. Status sözünün latin olan tərcüməsi nə deməkdir? A bəndi məlumat, B bəndi təbəqə, C bəndi vəziyyət, D bəndi vəzifə. Altıncı sual, arxeopteryx quşdur yoxsa sürünəndir? A bəndi quşdur, çünki onda lələk, qanad və pəncərəsi var. B bəndi sürünəndir, çünki başı quzluqludur. C bəndi nə quşdur, nə sürünəndir. D bəndi quşdur, çünki çənələri, üzərində dişləri olan dimdiyi var. Yeddinci sual, Abşeron yarımadasında əsən yerli külək necə adlanır? A gilavar, B briz, C xəmsin, D rəklib. A bəndi Qafqaz qartalı, B bəndi qanun naminə, C bəndi dəri kök, D bəndi yenilməz batalyon. Doqquzuncu sual, Azərbaycanda hansı komanda Avroliqada ən çox oyun oynayıb? A bəndi Neftçi, B bəndi Xəzər Lənkəran, C bəndi Qarabağ, D bəndi İnter. 10-cu sual, insanların həyatını maddi mənbələr əsasında öyrənən elm. A bəndi antropoloq, B bəndi arxeologiya, C bəndi etnografiya, D bəndi etmologiya. Sorular yazıldı. Köylər komandasının cavabı, bunlardan biri durma işarəsi deyil. A bəndi vergül, B bəndi qoşun ötək, D bəndi tire, D bəndi defis. Deməli, C bəndi qurmuşuz tire. Düzdür, C bəndi. Niyə tire? Niyə defis yox tire? İzah edebilirsiniz. C bəndi tire vurur, Zəkar komandası isə D bəndi defis vurur. Deməli, sualın düzgün cavab variantı D bəndi defis idi. Çünki defis mürəkkəb sözlər arasında qoyulur, söz sətirdən sətirə keçmək üçün qoyulur və durma işarəsi sayılır. Amma tire isə durma işarəsidir. 5 bal biz verəcəyik Zəkar komandasına. Və Zəkər komandası da eyni cavabı vurub, 2 artı 2 vermə, amma düzgün cavab A variantı deyildi. B variantı 2 artı 6 vermə. Üçüncü sualımız, ditasfiya temaların triyeri nəzəriyyəsini kim bilərdir? A bəndi yazıb, könüllülər komandası A bəndi yazıb. Mohorovit. Zəkər komandası Wegener yazıb. Hakker komandası isə o da Wegener yazıb. Düzgün cavab Wegener idi, Mohorovit deyil. Dördüncü sualımız, hansı turşular bir əsaslıdır? Könüllülər komandası A bəndi vurur. Nitrat turşusu və Borsik turşusu vurur. Zəkər komandası
Düzgün cevap verdilər. Təbrik edirəm. Xalq Güllər, mən sizlərə açıqlayıram. Xalq Güllər komandasının 6 səhvi 4 düzü var. Zeka komandasının da 6 səhvi 4 düzü var. Könüllülər komandasının isə 3 səhvi 7 düzü var. Və indi keçid almaq istəyirəm, vaxt itirmədən ikinci turumuza. Bu turun qalibi səhv eləmirəmsə, oldu Könüllülər komandası. Çünki artıq 35 bala bizimlə yoxdur. Təbrik edirik. 65 bala 35 bala. 7-yə 5-ə qədər. İkinci mərhələnin suallardan verməmişdən əvvəl qaydalarla tanış eləmək istəyirəm uşaqlar. Deməli, hər sual 1 dəqiqədir. Sizin Könüllülər komandasının xalçıq olduğuna görə 9 zərf sualına fikrə siz edəcəksiniz. 9 fən verilir. Fikrə siz edəcəksiniz. Daha sonra sualı az olsun, digər az olanlar Xalq Güllər komandasıdır və Zəka komandası. Onlar xal bərabərdir. Buna görə də onların sualını biz söyləyəcəyik. Suallar 1 dəqiqədir, hər sual 1 dəqiqədir. 3 sual olduğuna görə 3 dəqiqə vaxt veriləcək. Bir düzgün sual 10 xal dəyərindədir. Amma başqasının sualına cavab vermək haqqınız da var. Əgər başqasının sualına düzgün cavab versəniz, 15 xal qazanacaqsınız. Əgər başqasının sualına tərs cavab versəniz, 5 xal çıxılacaq. Uşaqlar, bir dəyişiklik oldu. Zəka komandasının Xalq Güllər komandası xala bərabər olduğundan əlavə sual haqqı oynayacaqlar. Hansı xala, əgər hansı bir cavab versə, ikinci zərfi o seçəcək. Əlavə sual verilir. Yetkin hissələr arasında işlənən ara sözlərdən biri yanlışdır. A bəndi təxminən, B bəndi hökmən, C bəndi vəssalam, D bəndi bir sözlə.
cevabıdır. Diğer komandalardan cevap vermek isteyen sonra oxuyuram. Deməli, dilsizlik elminin beynəlmiləl adı. A bəndi leksikologiya, B bəndi lüğətçilik, C bəndi lingvistika, D bəndi leksiografiya. Cavab variantınız var. Hər hansı bir komanda. 15 xal qazanacaqsınız, düz cavab versiniz. Amma səhv cavab versin 5 xal nədir? Bir dəfə də sual var. D bəndi lingvistika, D bəndi leksiografiya. Beynəlmiləl adı. Yəni beynəlmiləl. Xeyr, səhv cavab verdiniz. 5 xal sizindir hesabınızda. Sizin cavab hayatınız var. Yoxdur. Deməli, dilsizlik elmi beynəlmiləl adı lingvistika idi. Buna heç bir komanda düzgün cavab verə bilmədiniz. Və indi növbəti sualın düşkən səndir. Deyilənən hansı sinifə daxildir? Sarkodinlər. Deməli, sarkodinlər sinfinə. Xeyr, deməli deyil, sarkodinlər sinfi deyil. Digər komandalardan cavab verə sualı səsləndirəm. Deyilənən hansı sinifə daxildir? Deyilənən. A bəndi bağırsaq boşluğu var, B bəndi sarkomatoloq var, C bəndi sarkodinlər, D bəndi qansız var. Cavab variantınız var. Amma 5 xal siz necə səhv cavab verirsiniz? Əminsiniz, siz cavab verin. Düz cavab isə 15 xaldır. Yoxdur cavab variantınız. Bir cavab vermək istəyirsiniz. Bəli, düzgün cavab qansızlar idi. 15 xal siz cavab verirsiniz. Haşlıq məhdudluğunu burada belə təmin edir. Haşlıq məhdudluğunu tərk edən haşlıq yapasıdır. Devəndə bənd tutmuşu, yəni haşlıq sənəyi içilir. Növbəti suala da səhv cavab verdiniz. Üzrdən peyk olsun ki. Başqa, deməli, onun tənliyi də onu deyə bilmərəm. Cavab variantı B variantı idi, azot. Azot idi, bilmədiniz. İndi keçirik Xargerlər komandasının suallarına. Sualları səsləndirir. Ulu Öndər Heydəriyev Azərbaycan rəhbərliyinin birinci dövrünə başlamışdır. 91-ci il, 15 il. Hepsindən olsun ki, bu suala səhv cavab verdiniz. Gözlənilməz bir xəta idi. Buyurun, siz cavab variantınız var. Xeyr, siz də səhv cavab verdiniz. Sizdə var cavab verdiniz. Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinin birinci dövrü nə vaxt başlamışdır? A bəndi 1995-ci il 15 iyun ki, səhv cavab verdilər. B bəndi 1968-ci il 16 mart. D bəndi 1969-cu il 14 iyun. D bəndi 93-cü il 3 oktyabr. B bəndi deyilsin, 1968. Reisler için bir komandacı cevap veremezdi sana. Cevap variantı 1969 yıl 14 iyun ve hem Zeka komandasının hem de Kömür komandasının hesabından 5 hal sürede bir cevap verdiler. Azərbaycan rəhbərliyinə deyilir. Əgər Azərbaycan SSR-nin rəhbərliyinə deyilsəydi, o 69 götürülərdi. Amma Azərbaycan rəhbərliyinə deyilirsə, bu 93-cü il 3 oktyabr götürülərdi. Ona göre Zeka komandası düzgün cevap vermişti ve hesaplarına 15 hal yazmıştı.
Vəzirov. Nəcəf bəy Vəzirov. Burada məzun faciəsi, amma ümumiyyətlə faciə götürsəydi, Nəcəf bəy Vəzirov düz ola bilərdi. Nəcəf bəy Vəzirov deyil. Başqa komandalar varsa? Azərbaycan ədəbiyyatı milli romantik şeirin və məzun faciənin banisi kimdir? Variantlar A bəndi Mirzə Ağaxunzadə, B bəndi Nəcəf bəy Vəzirov, səhv cavab verilir. C bəndi Hüseyn Cavid, D bəndi Zəfər Cabbarlı. Bəli, düzdür, Hüseyn Cavid idi. Onda şahsi cavab verir. Sonra şu an səslənəcəm. Чувствую каракнал Beşinci son Çuze Koraknal. Mənxat gələn olması Efresh Book. Yəni, burada isim istəyir, burada Efresh və Book'u götürübdür. Cavab şərt variantı. Variantlar deyil. A bəndi Fresh Book, B bəndi Rock Barrel, C bəndi Rock Barrel. Barrel. C bəndi Pretty Wonderful, C bəndi Hardworking Brilliant. Nə? Söz nasıldı? Rockman Barrel. Bəli, düzgün cavab. Rockman Barrel. 15 saat. Kendine ilerledi. Artık hak yerler komandası sualları kanalını takip edildi. Keşke Zəfər komandası suallarında təqdim edən suallardan olması. Azərbaycan Respublikasının Konstitusiyasında məqamı verildi. 1995-ci il. 1995 12 noyabr. Məlumatlardan düzgün cavab. Bəli, düzgün cavabı təqdim edilir. Növbəti Fizika sözünün mənası nədir? Təbiət. fizika sözünün mənası təbiətdir. Bəli, Fizika sözü. Məktəbdə çayının qolları ayrılması nədir? mənsəbdə sayılır. Qolları ayrılması deltadır. Bəli, düzgün cavabdır. Digər sorulara şans yaratmadılar, şans vermədilər. Və bu turda artıq nəticələr hesablanır. Könüllülər komandası 25 bal qazandı. Bağışlayın canım. 30 kal Könüllülər komandası. Zəka komandası 60 kal. Hak yerdən heç sualına cavab vermədilər. Onun əvəzinə bilmə sonra səhv cavab verdiyinə görə 5 fasıl necə hesablanır. Təəssüflər olsun çünki. Üçüncü tura keçmək istəyirəm. Üçüncü tur qaydalarını təqdim etmək istəyirəm. Yəni, üçüncü tur özü iki mərhələyə aiddir. Birinci mərhələ təqdim olunan ənənəvi suallardan ibarətdir, musiqi və kino filmlərdən. İki dənə sual təqdim olunacaq. Əgər hansı bir komanda iki sualdan birinə düzgün cavab versələr 5 bal, hər ikisinə düzgün cavab versələr 10 bal veriləcək. İkinci mərhələdə də belədir. Əgər təqdim olunan iki sualdan birincisinə düzgün cavab versələr 5 bal, hər ikisinə düzgün cavab versələr 10 bal. Və istəyirəm ki, bu artıq bir kateqoriyalardandır. Üçüncü mərhələyə təqdim etmək istəyirəm. Filmlərdir və kateqoriyanın adı belədir. Doğma Azərbaycan kateqoriyası. İlk fragment gələcək. Fragmentə baxacaqsınız.
adı nədir və hansı obraz? Siz özünüz bir daha təkrar edəsiniz. Aydın olsun mən uşaqlara. Yox, bir dəfə də yox, xahiş edirəm. O sözləri özünüz deyin, mikrofonu. Mən ömrüm boyu qara sürət yemək, qara gün görməkdən daha yaxşıdır. Söz verəlim. Hansı filmdəndir və hansı obrazın izindən deyilir? Filmin adı və obrazın adı izinəndir buradasında. Artıq uçarım, yəni bayağıdan beri işim olmuşdu. Vaxt daha variantı var, hazırlamakta. İstəyirsiniz bir suala cavab verin, istəyirsiniz ikisine de cavab verin. Yoksa sizdə var. Zəfər komandasında cavab variantınız buyurun. Bəli, əhsən yəni. Süper, ikinci cavab. Birinci cevap veren birinci cevabı çok vardı. Ve Zeki Kamilası. Kazandı, bu halk kazandı. Çünkü ikisine de birinci cevap verdi. Ve sıradaki cevapları yeni filmlerden de. Biz daha seslendirme istediğimiz fragmenti merdivenimiz. Dikkat, dikkat. Deməli, Könüllülər komandası, Zəkər komandası, Hakkerlər komandası. Hamısı bu suala düz cavab verir. Filmin adı Qaynana, o qaynada istənlər çalar. Növbətdə ikinci turun ilk sualı səsləndiriləcək. Turun adı belədir, Əjdaha kateqoriyası. İlk musiqi gəldi.
Başlayın. Nadir Qəfarzadə, onlar da Nadir Qəfarzadə deyil və onlar da düzgün cavab veriblər. Amma musiqisinin nəzərsə, iki komandasını istəyəcək. İlfa İlhan komandanın musiqisini Kamlar komandası Muxtar yazısı. İlfanın isə düzgün yazısı Nadir Qəfarzadə, məşhur bir komandadır. Və hamımız düz cavab vermişik, tərkəbli komandası 5 bal almalıdır. Artan müəlliməyə və burada iştirak edən
könüllülər, hakkerlər və Zəşə komandasının üzvlərindən hamısına mən öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, şagirdlərimiz bu bilik yarışmalarında mütəmadi iştirak eləsinlər, siniflər arasında bu yarışmalar digər fənlərdən də keçirilsin, fizikadan, kimyadan, digər fənlərdən də düzdür bu sualların içərisində bütün fənlər əhatə olunmuşdur. Ancaq mən istəyərdim ki, həm belə yarışmalar keçirilsin və bu uşaqların bir daha bilikləri olan malar və meylərinin yüksəlməsindən gətirib çıxaracaqdır. Əlbəttə ki, burada Zəşə komandası birinci yerə çıxdı. Mən də onları alqışlayıram və digərlərinə də arzu edirəm ki, onlar da hazırlıqlı olsunlar və bunu hazırlayan və təşkilatçılığı isə 10A sinifin şagirdləridir. Onlara da öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk ki, o gün olsun ki, böyük tədbirlərə imza atsınlar və bunların iş işləridir və bunları almışlayırım. Və icazənizlə istəyirəm ki, burada Kərdəndə keçən yarışda iştirak edən şagirdləri biz diplom təqdim eləmişik və onları təqdim edək. Deməli, burada Əsgərova Şənay Zaur qızına təbrik edirəm. Keçən tədbirdə iştirak etdiyimə görə o gün olsun ki, olimpiadalarında, bilik yarışmalarınızda nazik olasınız. Sonra İbanlı Nazanı sən də təbrik edirəm. O gün olsun ki, yarışmada qalib olmasına həmişə. Sonra İbrahimli Simizə. Hüseyni Diltəci olsun. Sonra Əlizadə Mehdi. Bütün iştirakçılara və bu tədbirdə əməyi olan insanlara, Aytan müəlliməyə öz dərin minnətdarlığımızı rəhbərlik adına və kollektiv adına təşəkkürümü bildirirəm. Aytan müəllimə, elə biləm ki, bu iki tədbirində elə bir ki, bundan silsilə tədbirlər siyasına taxılır və istəyərdim ki, bunu bizim o internetdə də bəyan saytımız orada onu yerləşdirsin. Hamınıza uğurlar arzulayıram inşallah. Sağ olun. Ayten Məməyə çox təşəkkür edirəm bizə dəstək olduğu üçün. Siz ona vermək istəyirəm ki, biz istəyirik. Dini tədbir nə dərəcədə yaxşı alınmışsa, qiymətli siz verin, biz də onları ilin ən fəal şagirdi kimi qiymətləndirir. Çox yaxşı.